Naxçıvan şəhəri və Muxtar Respublikanın rayonlarında şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 68 mənzilin açarları təqdim edilib. Prezident İlham Əliyevin 12 avqust 2026-cı il tarixli sərəncamında qeyd edildiyi kimi, Naxçıvan Muxtar Respublikasında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün daha 68 mənzil ayrılıb. Təqdim olunan mənzillərin 29-u Naxçıvan şəhərində, 23-ü Şərur rayonunda, digər mənzillər isə Babək, Ordubad, Culfa, Şahbuz və Kəngərli rayonlarında inşa edilən yeni çox mənzilli yaşayış binalarında yerləşir. Ümumilikdə, ötən dövrdə Muxtar Respublikada bu kateqoriyadan olan vətəndaşlara 400-ədək mənzil təqdim edilib. Mənzillərlə təmin olunan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər göstərilən diqqət və qayğıya, onlar üçün həyata keçirilən sosial dəstək tədbirlərinə və bugün yeni mənzillərlə təmin olunmalarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Şəhid ailələri və biz daxil olmaqla qazilərimizə də mənzillər təqdim olundu. Biz də Prezidentimizə və Səlahiyyətli nümayəndəmizə, Sosial Müdafiə Nazirliyinə hər kəsə öz minnətdarlığımızı bildiririk. Mən buradan həm şəhid ailələri adından, həm qazilər adından Cənab Prezidentimizə dərin minnətdarlığımızı bildirirəm. Sağ olsun ki, bizim üçün bu şəraitləri yaradır. Bu yaxınlarda Cənab Ali Başkomandan bizim Naxçıvan şəhərinə səfəri olmuşdu. Onun gəlişindən sonra belə gözəl tədbirlər həm şəhid ailələrinə, qazilərə, dost mərkəzi və digər mühüm obyektlərin açılışı oldu. Və biz də bu günü sizinlə birlikdə paylaşırıq. Çox gözəl gündür, artıq evlə təmin olunmuşuq. Bizim övladlarımız artıq bu evdə böyüyəcək. Buna görə də Cənab Ali Başkomandana və həmçinin səlahiyyətli nümayəndəyə, digər tədbir iştirakçılarına çox minnətdarlığımı bildirirəm. 16 mindən artıq mənzillər vətəndaşlarımıza təqdim edilir. Bu proqramın davamı olaraq Naxçıvanda bugün tədbir keçirilmişdir və 68 mənzil öz sahiblərinə təqdim edilmişdir. Əlavə olaraq qeyd etmək istərdim ki, müharibə iştirakçıları və şəhid ailələrinə müxtəlif dəstək tədbirləri həyata keçirilir. Mənzillərin təqdim edilməsi mərasimlərində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Hidayət Abdullayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev, həmçinin şəhər və rayon icra hakimiyyətlərinin başçıları iştirak ediblər. Həmid Quliyev, Vüsali Səid, Space Xəbər, Naxçıvan.